Arasında yerləşir. Bəli. Həmin dediyimiz pilləkənlər də budur. Pilləkənlər vasitəsilə düşürlər. Bəli. Cəmaət hərə öz. Deməli qazalist gələndə arxasını verir. Bəli, arxasını yaxınlaşır verir. Oradan düşürlər, gəlib yaxınlaşırlar. Burada da oturmaq üçün kimsə iş görürsə, bəli. Məsəl üçün gəlib burada istirahət edir. Şərait yaradılıb burada. Şərait yaradılıb, bəli. Kifayət qədər də böyükdür. Bu da Allah rəhmət eləsin bizim şəhidlərimizdir. Bəli, şəhidlərimiz. Sığırı kəndinin şəhidləridir. Bəli. Orada əsasən 1-ci Qarabağ müharibəsi şəhidləridir. 1-ci Qarabağ müharibəsi və 2-ci Qarabağ müharibəsi şəhidləri. Ardıcıllığı var. Bəli. Bütün şəhidlərin, Sığır kəndi şəhidlərinin şəkilləri buradadır. Buradan bu qədər şəhidin olmağı deməkdir ki, həqiqətən Sığır kəndi çox vətənpərvər kənddir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Davam edək.